OTK-nın 8-ci sinif üçün təşkil olunmuş buraxılış suallarının düzgün izahına baxaq. Deyil sözlərin hər ikisi əsasında klassik tamamlayan fikirlər. Təzyiq sözü necə tələffüz olunur? Təzyiq formasında sondakı rəqqası da 1-2 qoşaqlar. Birinci rəqqasə formasında. Deyir ki, tərkibinə dodaqlanan sait yoxdur. Bəli, hər ikisindən dodaqlanan sait olmadığına görə biz doğruları tapmalıyıq. İncə saitlərin ahəngi gözlənib, ahəng qanunda yazılışa baxırıq. Ə ilə A var deyə pozulubdur. Bir cavablardan çıxan. Kar samitlərinin sayı 2-dir. Tələffüzə baxaq. T ilə K, K ilə S. Doğrudur, 2 doğrudur. Tərkibinə uzun tələffüz olunan sait yoxdur. İkincidə uzun tələffüz olunma var. Ona görə 3 yanlışdır. 3 cavablardan çıxar. Deyirsə yazılış arasında bir fərqli məqam var. Bəli, hər ikisində bir fərqli məqam var. 2, 4 düzdür. Cavabı var E. Qarşılığı olmayan samit işlənibdir. Hər hansında qarşılığı, daha doğrusu ikincidə qarşılığı olmayan samit var. Amma birincidə qarşılığı olmayan samit yoxdur. Deyib tikdiricə samitin işləndiyi sözməlidir. Gələcəkdə acaq-əcək şəkildə K-nın Y keçmə hadisəsidir. Atlasda elə sözün kökü atlasdır burada. Bələkdə yenə K-nın Y keçmə hadisəsidir. Servisdə sözün özü servisdir, İ şəkildir. Mənbə sözündə isə Y nədir? Bitişdiricidir. Cavab olardı. Deyil hansı cümlə eyni köklü sözlər sırasına aid edilə bilməz? Bilir ki, sadə sözlər eyni köklük yaratmır. Cavab olar A. Deyir ki, burada demək ki, sualımız qaldı. Deyir, Fətəli xan Azərbaycan birləşdirməsi fonunda çalışmış hökmdarlardan biri cümləsi sözlərlə bağlı doğru fikri müəyyən edin. Bütün sözlər quruluşsa sadədir. Xeyr, birləşmə düzəltmədir. Birdən birləş ad getdi. Mücahid isim işlənibdir. Azərbaycan hökmdar Fətəli xan konkretdir, bu olmaz. İsimlərdən biri mənsubiyyə şəkilçi qəbul edib. Burada məsdər mənsubiyyəti qəbul edibdir. Cid olmaz. Say xəbər şəkilçi qəbul edib. Düzdür, təsriflənən feil işlənib. Bu da təsriflənməyən feil işlənib. Cavablarda. Deyil hansı cümlədə altından xətt çəkilmişsə sözün quruluşunu dəyişib. Baxın, qoluzorlu mürəkkəb sözdür. Mürəkkəb sözü istənilən qədər leksi şəkilçi artırsa onun quruluşunu dəyişmir. Ədəb sözünün kökü iyat leksi şəkilcidir. Ç leksik. Yəni onsuz da ədəbiyyat düzəltmə sözdür. Ç-daki orada leksi şəkilçi artırılıb düzəltməliyini dəyişməyibdir. Ləyaqət saydədir. Tərtibat, tərtib sözün köküdür. At leksikdir. Yəni ınqramatik şəkilçi sözün quruluşunu dəyişməyib. Xəyalım. Baxın, xəyal sözün köküdür. Mənsubiyyət dakıda leksi şəkilçidir. Sadə sözdür. Quruluşunu dəyişib olub nə? Düzəltmə. Cavab olardı. Deyir, sifət azaltma dərəcəsindədir. Ağ, təhər. Feildən düzələn sifəti müəyyən edin. Ağlağan. Zərf işləndiyi nümunə. Deyir, 5-ci sinif şagirdləri bizdən irəlidədir. Elə olar irəlidə. Cavab olar A. Elə hərəkət et ki, kim incilməsin, qərəzi olmayan insana yaraşmaz. O sizin kəndə necə gələcək, gününüz aydın olsun. Burada da zərf yoxdur. Verilmişdir. Bütün xüsusiyyətlərə uyğun sözü müəyyən edin. Başlanğıc formada mürəkkəb söz düzgün yazılmışdır. Təqsirkar mürəkkəb deyil. Bənövşənin mürəkkəb deyil. Günə baxan səhv yazılıbdır. Əminamanlıq düzdür, hədə qorxu düzdür. İndi başlanğıc formada olan hansıdır? Əminamanlıqla. Çünki burada qrammatik şəkilçi var. Deyir, nümrədəki frazeoloji birləşmənin mənasını müəyyən edin. Ad söz ürək bulandırar. Ürək bulandırmaq, nifrət hissi oyatmaq mənasındadır. Olar C. Mehdi Hüseynzadə ilə bağlı deməli, baxaq mətnimizə. Deyir, mətnin tərkib hissəsilə bağlı doğru fikir. Giriş hissədə Mixailin uşaqlığından bəhs olunur. Bəli, burada yazılıb Mehdi Hüseynzadə uşaqlığını Novxanda, Xəzərin sahilində keçirib. Dənizə baxmaq, xəyallara dalmağı sevir, ədəbiyyatı, musiqini sevirmiş. Sonra tar dərsi kimdən almağı ilə bağlı məlumatlar var. Cavab olar A. Mətndə tünqar hərflərlə verilmiş söz hansı nömrədə mətndəki mənasında işlədilmişdir? Gəlin baxaq. Deyir, ikinci kursda oxuyarkən ikinci dünya müharibəsi başladı. İkinci kursda məktəbdə oxumaq mənasında. Cavab olar A. Deyir, mətnin sonuncu abzasında bu nəticə çıxarmaq olmaz. Sonuncu abzası hansıdır? Mehdi Hüseynzadənin deyil məzar üzərində yazılıbdır. Deyir ki, Mehdi Hüseynzadənin xatirəsini faşizm təhlükəsi duyan bütün xalqlar əziz tuturlar. Mixail dünyanın bütün ölkələrində tanır. Baxın, Mixail dünyanın bütün ölkələrində tanır. Bütün ölkələrində yanlış fikirdir. Sadəcə deyir ki, onun deyir, adı bugün də faşizmə qarşı vuruşan bütün xalqlar tərəfindən. Faşizm qarşı vuruşan xalqlar tərəfindən. Yəni, bütün ölkələr tanır və yad edir. Bu artıq yanlış fikirdir. Cavab olar bu. Deyir, cümləni tamamlayan fikir müəyyən. Öz döyüş yolu ilə Mehdi bacısının verdiyi sözü tutur.
Nəyə görə? Çünki orada bacısına söz deyib, bacısına yazılan məktubda son damla qanıma qədər vuruşacağam. O həqiqətən də son damla qanına qədər vuruşur. Deyil, mətnin başlanğında nöqtənin yerinə uyğun nümunəni müəyyən edin. Deməli, Mehdi Hüseynzadə faşizmə qarşı vuruşan əfsanəvi qəhrəman gözəlliyin arxasında duran ilə A olar. Mətnə təbliğ olunur. Mətndə düşmən qarşısına qorxmazla bir də qəhrəmanlıq təbliğ olunur. 3-5 cavab A. Üzərində rəqəm yazılmış sözlərdən birini əvəz edən nümunə səhv göstərilibdir. Gəlin baxaq. Deyir ki, Xəzərin sahilində keçirmişdi, ötürmüşdü, keçirmişdi, ötürmüşdü olmaz. Elə cavab olar 1 C variantı. Hansı söz deyir 3-cü abzasdakı nöqtələrə yenə daha uyğundur? Gəlin 3-cü abzasa baxaq. Deməli, daha sonra əsirlikdən qaçaraq Yugoslaviya və İtaliya partizanlarına qoşuldu. Cavab olar A. Deyil, mətninə əsaslanaraq Mehdi Hüseynzadə təkcə kəşfiyyat sayəsində deyil, müxtəlif sahələrdə böyük istedada malik şəxs olmuşdu fikrini əsaslandıran fakt, onun həmin o rəssamlıq qabiliyyətini yazmaq olar. Çünki deyil, çəkdiyi rəsm deyil sayəsində şübhələri aradan qaldırır. Sonra tar dərslərini almağını yazmaq olar. Sonra deyir ki, mətnin abzasları istinad cədvəli tamamlayın. 3-cü abzas və 5-ci abzasa başlıq yazaq. 3-cü abzasda deməli 1, 2, 3 yazmaq olar ki, Mehdi Hüseynzadənin yaralanması. 3-cü abzasa bunu yazmaq olar. 5-ci abzasda yazmaq olar ki, Mehdi Hüseynzadənin belə deyək də xilas olması. Belə bir başlıq yazmaq olar. Keçək digər mətn. Deməli, mənim nəhəng kəşfim adlı mətndir. Deyil, mətn əsasına əsas deyil, obrazla bağlı hansı hadisənin deyil, səbəbinin dəqiq müəyyən etmək olmaz. Maşın ala bilməməsinin səbəbi çünki onun pulu yox idi. Gündəlik xərclərini ödəməkdə çətinlik çəkməsi, işinə daha çox can yandırmağa başlaması, ali təhsil almamasının mətndə hər hansı bir səbəbi yoxdur. Deyilini götürmək olar. Deyil, hansı cümlədə mətndəki nöqtələrin yerini artırsa, məzmuna daha uyğun olar. Deməli, burada deyir ki, nöqtələrin yerini tapaq. Deyir, o an deyir, anladım ki, mən dəyişməsəm, heç bir şey dəyişməyəcək. Cavab olar A. Mətndə deyil, belə bir nəticə çıxarmaq olar. Həyatındakı dəyişiklikləri başqalarının köməyi ilə əldə edə bilərsən? Yox. Çətin şəraiti bəhanə gətirmək düzgün deyil. B-ni götürmək olar. İşindən qovulmamaq üçün var qüvvə ilə çalışmasan. Bu əsas, yəni nəticə bu deyildi. İnsanların çoxu deyir, öz həyatlarının məsuliyyətini üzərlərinə götürürlər, xeyr, üzərlərinə götürmürlər deyir. Məhz ağır fiziki əmək insanı dəyişə bilər, söhbət ağır fiziki əməkdən getmirdi. Deyil, mətnini deyil, nəql edən şəxs haqqında hansı sualın cavabını müəyyən etmək olar. Bu hadisələr hansı tarixdə başına gəlmişdi? Bu, yəni elə bir tarix yoxdur. Hansı şəhərdə yaşar? Yox. Gündə neçə saat işləyir? C qalsın. Orta məktəb harada bitirib? Yox. Hansı janrda kitablar oxuyur? Yox. Deməli, 21 yaşım oldu, kiçik darısqal bir mənzərə su tikintidə fəhlə işləyirdi. Deməli, bu hadisələr hansı tarixdə başına gəlmişdi? Gündə neçə saat işləyir? Bunun cavabını tapmaq olar. Nəyə görə uşaqlar? Burada deyir ki, 3 avtobusda yaşayış yerdən çox uzaqda olan iş yerimə deyir, saat 8-də çatırdım. Axşam ən tezdə deyir, saat 6-da işdən çıxa bilirdim. Təxminən bunu təyin eləmək olar ki, o deməli, gündə neçə saat işləyirmiş. Üzərində də rəqəm yazılmış hansı fərdlər həqiqi mənadadır. Gəlin baxaq. Bunu sileyim, buranı sərgilə yazılaq. Deməli, o gündən başa düşdüm, məcazidir. Sükan mənim əlimdədir, məcazi mənadadır. Faydalı kitablar aldım, həqiqidir. Vaxt tapan kimi kitab oxudum, bu da həqiqidir. 3-4 həqiqidir, 5-ə baxaq. Bəhanələr gətirmək də məcazidir. Həqiqi olar D variantı. Deyir, mətnin deyil, plan bəndlərinə aid edilə bilməz. Uğur açarının fiziki əməkdə olması, gənclik illərində çətin həyat. Bunu yazmaq olar girişə. Yəni 21 yaşında çətinliyi var idi. Həyatın öz əllərində olduğunu anlamaq bu da var. Məsuliyyətin başqalarına ötürülməsinin mənfi nəticələri. Baxın, burada deyir ki, zaman keçsə gördüm ki, deyir, insanların çoxudur həyatlarına görə məsuliyyəti öz üzərinə götürmür. İstəmədikləri hər şeyə görə başqalarını günahlandırır, şikayət edib, bəhanə gətirirlər. Bu onların imkanlarını və uğur şanslarını əlindən alır. Bunu yazmaq olar. Özünü inkişaf etdirmə, bunu yazmaq olar, çünki o kitab oxuyurdu. Amma uğur açarının fiziki əməkdə olması, yəni burada əsas məqsəd fiziki əmək deyildi. Birinci abzasdakı boşluğun yerinə uyğundur. Deyir ki, qış sərt keçirdi. Çünki deyir, mənfi 10-a qədər çata bilirdi. C olar. Mətnin deyir, 2 abzası əslində 2 abzasdan ibarətdir. İkinci abzasının ilk sözünü müəyyən edin. Deyir, 21 yaşında darısqal bir mənzildə yaşayır, tikintidə fəhlə işlədim. Hər səhər saat 5-də yuxudan oyanır, 3 avtobus dəyişərək yaşayış yerindən çox uzaqda olan iş yerimə çatırdım. Qazandığım pul yemək, kirayə, gündəlik xərclərə güclə çatırdı. Maşın almaq bir yana, əynimdə
Qışdan və buradan başlayaq. Qış deyil, sərt keçirdi. Havanın temperaturu bəzən də -10 dərəcədə düşürdü. Belə soyuqda çölə az çıxır. Axşamlar kiçik mətbəxdə oturub kitab oxumağa üstünlük verirdim. Deməli, mətndə tənqid olunur. Mətndə tənqid olunan nədir? Tənbəllik etmək və yaxud da öz məsuliyyətini başqalarının üzərinə atmaq. Bunlar tənqid olunur. Təbliğ olunmaq nələr təbliğ olunur? Yazmaq olar özünə inam və yaxud da özünü inkişaf. Bunları yazmaq olar. Mətndə edilən nəql edən şəxsin xarakteri ilə bağlı xüsusiyyət yazın. Zəhmətkeş idi. Bunu yazmaq olar. Əzmkar idi. Sonra dözümlüdür. Başqa nə qeyd etmək olar? Gələcəyə ümidlidir. Öz üzərində çalışır. Bu kimi xüsusiyyətləri yazmaq olar.